Diqqət! Salyanda Kür sahilində nə baş verir? Bu xüsusi görüntüləri diqqətlə izləyin. Geniş araştırmanı sizlərə təqdim edirik. Salyanda Kür sahili yağmalanır, qırmızı kitaba düşən ağaclar məhv edilir, Fövqəladə Hallar Nazirliyinin adı hallandırılır. Regionaz TV-nin xüsusi araşdırması. Salyan rayonunun Cəngan kəndi ərazisində, Kür çayının sahilində ekoloji fəlakət yaşandığı iddia olunur. Regionaz TV-nin ərazidən apardığı müşahidələr zamanı ağır texnikaların fasiləsiz işlədiyi, çay sahilinin qazılaraq qum karxanasına çevrildiyi məlum olub. 26 iyul 2026-cı il tarixində çəkiliş heyətimiz daxil olan məlumat əsasında Cəngan kəndi ərazisində kənardan müşahidə aparıb. Ərazidən əldə etdiyimiz kadrlar və faktlar vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq-aydın göstərir. Günün 24 saatı ərazidə xüsusi ağır texnikalar işləyir. Müşahidə apardığımız qısa müddət ərzində 30-dan artıq KAMAZ markalı yük maşınının qum yüklənmək üçün növbə gözlədiyinin şahidi olduq. Daha sonra əməkdaşlarımız işçilərin istirahət etdiyi məntəqəyə yaxınlaşaraq oradakı şəxslərlə həmsöhbət olublar. Məlum olub ki, ərazidən bir KAMAZ qumun yüklənməsi 80 manata, qoşqulu yük maşınları üçünsə 120 manata təklif edilir. İddialara görə ərazidə qum yükləyən KON markalı texnikanın aylıq icarə haqqı 10.000 manat, operatorun maaşı isə 1500 manat təşkil edir. Sürücülərdən iddia olunan digər tələb isə hər yükə görə əlavə 3 manat, qumun isladılması üçünsə 2 manat ödənişin alınmasıdır. Sakinlərin və ərazidəki mənbələrin iddialarına görə bu qanunsuz qazıntı işlərinə Fövqəladə Hallar Nazirliyinin Salih adlı yüksəkçinli əməkdaşı havadarlıq edir. Ərazidə işlərin təşkilinə və maliyyə dövriyyəsinə isə onun xalası oğlu olduğu bildirilən Samir adlı şəxs nəzarət edir. Məsələyə aydınlıq gətirmək üçün Regionaz TV olaraq adı hallanan Samir adlı şəxslə əlaqə saxladıq. Telefon danışığı zamanı verilən sualları cavablandırmaqdan boyun qaçıran həmin şəxs aqressiv reaksiya verərək yalnız görüşmək təkid etdi və ünvanımızı öyrənməyə çalışdı. Alo, Samir müəllim, mətbuatdan sizi narahat edirik. Murad danışır. İşdirəm. Samir müəllim, siz Fövqəladə Hallar Naziri əməkdaşsınız. Biz sizdən açıqlama almaqdan ötəri zəng vermişik. Samir müəllim, belə bir məlumat var. Salyan rayon Cəngan ərazisində Kür qırağında qazıntılar aparılır. Deyirlər ki, həmin qazıntıları rəhbərlik siz edirsiniz. Bununla bağlı nə deyərdiniz? Qardaşlar, ki məlumat verirsə, səhv məlumat verir. Yəni, bu deyilən məlumat yanlışdır, elədir? Hardasınız, qardaş? Mən biraz kənardayam, Samir müəllim. Sadəcə mən istəyərdim ki, sizə qabaqcadan bir məlumat vereyim. Bax, bizim bütün danışıqlar qeydə alınır. Sizə məlumat verməliyəm. Bu, mətbuat hörməti olaraq qarşı tərəfə biz məlumat verməliyik. Sizin o ərazidəki işlərlə bağlı bizim əməkdaşlar kifayət qədər video faktlar çəkib təqdim edib redaksiyaya. Sadəcə istəyərdim ki, sizin adınız hallanır. Eyni zamanda Salih müəllimin Fövqəladə Hallar Nazirinin əməkdaşı cənab nazirə də bundan bağlı rəsmi məktub göndərir ki, həmin o iş araşdırılsın. Bu məsələ ilə bağlı nə deyə bilərdiniz? Hər kəs yalan məlumat verə bilər. Gəlin üzbəüz görüşək, söhbət edəyək. Sizin vaxtınız nə vaxt varsa, gəlin üzbəüz görüşək. Yox, burada görüşməli nə var ki, biz yəni efir hazırlayırıq. Sadəcə gəlin üzbəüz görüşək, söhbətimizi edəyək. Araşdıraq, görək nədir? Elə Samir müəllim, mən də onu bilmək istəyirəm. Siz o əraziyə təhkim olunmuş şəxssiz, Fövqəladə Hallar Nazirinin işçisi olaraq. Bununla bağlı nə deyərdiniz? Qardaş, ancaq üzbəüz görüşüb mən sizinlə söhbət edə bilərəm. Mən sonda sizə heç nə deyə bilmərəm. Ancaq görüşək, üzbəüz söhbət edəyək.
Ərazidəki qanunsuz qazıntılar nəticəsində təbiətə vurulan ziyan göz önündədir. Ən acınacaqlı məqam isə qazıntılar zamanı Azərbaycanın qırmızı kitabına düşmüş yulğun ağaclarının kütləvi şəkildə məhv edilməsidir. Aşkarladığımız faktlarla bağlı dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Dövlət Təhlükəsizliyi xidmətinə məlumat verdik. Məsələ ilə bağlı 3 saylı Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyevlə əlaqə saxladıq. Qurum rəhbəri ərazinin Fövqəladə Hallar Nazirliyinə aid olduğunu və bu səbəbdən müdaxilə edə bilmədiklərini bildirdi. Lakin sual olunur, ərazi hansısa quruma aid olsa belə, qırmızı kitaba düşən nadir təbiət incilərinin məhv edilməsinə kim icazə verib? Dövlətin təbii sərvətinin bu şəkildə daşınmasına cavabdeh tərəf kimdir? Regionaz TV olaraq aidiyyətli dövlət qurumlarını Salyanın Cəngan kəndində yaşanan bu ekoloji və hüquqi özbaşınalığa rəsmi reaksiya verməyə və adları çəkilən şəxslərin əməllərinə hüquqi qiymət verməyə çağırırıq. Mövzunu diqqətdə saxlayacağıq. Murad Göytəpəli, İlham Səfiyev, Regionaz TV, Salyan.